Salam aleyküm, hər vaxtınız xeyir olsun. Yanımıza Toyota Prado yaxınlaşıb. Bunun deməli karabkasında nədir problem? Baxın indi. Artun neytrala və yaxud da D-yə. Maşın tərpənmir. Razatkasını qurtdalıblar, razatkaya ilişib qalıb. İndi bunu təmir eləyib davamında paylaşırım. İzləmədə qalın. Və budur, düzəltdik. Və gördüyünüz kimi atdıq D-yə. Yəni maşın hərəkətə gəldi. Belə. Əgər sizin avtomobilinizdə belə bir problem varsa, bizə müraciət edin. Avtosərraz cəmaət şəkildə sizin işinizi sizə təhvil verirsin. Sağ olun, Allah'a emanet. Videonu bəyənib dostlarla paylaşıb fikrinizi kommentdə bildirməyi unutmayın. YouTube səhifəmdə qeyd edirəm. Hər kəs sonra abunə olsun. Abunə olan hər kəsə minnətdarım. Çox sağ olun, var olun.